Hər kəs salamlar, mən Çingiz Pəhlivan. Deməli, pis xəbərim var və yaxşı xəbərim var. Pis xəbərim odur ki, mən Azərbaycanı tərk edirəm bu günlərim. Uzun müddətə Azərbaycan pəhlivan sənətin başqa ölkələrdə təbliğ eləməyə gedirəm. Bir pəhlivan kimi fəaliyyət göstərməyə gedirəm. Bu həm pis xəbərdir, həm də yaxşı xəbərdir. Bəzi insanlar sevinəcəklər, Çingiz Pəhlivan getdi. Özünüz görəcəksiniz, o səməni ditləyən kimi ditləyəcəklər. Dalımcan danışanlar da olacaq, boş-boş danışanlar da olacaq. Mənim haqqımda video paylaşanlar da olacaq. İstər yaxşı, istər pis. Əsas odur ki, Çingiz Pəhlivan Azərbaycanda yeganə pəhlivandır ki, pəhlivan sənətin Amerikada davam elətdirəcək. Gedirəm Meksikaya, Latin Amerika ölkələrini işləyəcəm inşallah. Və görəcəklər ki, Azərbaycan pəhlivanı nəyə qadirdir. Bu təkcə pəhlivanlıq yox, bu bizim güc sənətimizdir. Pəhlivanlıq Azərbaycanın güc sənətidir. Hansı ki, neçə əsrlər bundan qabaq olub Azərbaycanda, düzdür. Ölmüş bir sənətdir. Çingiz Pəhlivan əlindən gəldiyi qədər bu sənəti yaşadır. İnşallah yaşadanlar da olacaq. Baxmayaraq Çingiz Pəhlivanın əlinə ayağına dolaşanlar çox oldular. Məni tənqid eləyənlər oldu, təhqir eləyənlər oldu. Mənə torba tikmək istəyənlər oldu. Hər cür pislik eləmək istəyənlər oldu, amma bacara bilmədilər. Çünki Çingiz Pəhlivan yalnız və yalnız Allaha güvəndi, Allaha sığındı və Allah mənə bir qapı açdı. Mən çox sevinirəm ki, bu pəhlivan sənətini ilk Amerika torpaqlarında yaşadan pəhlivan olacağım. Öpürəm sizi, hər kəsə uğurlar.